Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı, Kamal Bayramovla birgə Azərbaycan futbolunda baş verən maraqlı hadisələri diqqət sizə çatdıracağıq. Kamal, xoş gəlmisən. Xoş gördük. Ötən həftə Misri Premyer Liqasında maraqlı 6 qarşılaşma izlədik. 23-cü turun açılış oyunu Yevlaxda keçirildi. Karvan Yevlax Sumqayıtla heç-heçə etdi 1-1 oyun nəticələndi. Artıq Karvan Yevlax Premyer Liqada qalmağın son çırpışlarını edirsən. Baxdım, oyunu da izlədim. Birinci mən Sumqayıtdan danışardım. Yəni qurduqları heyət, az ki çempionat başlayanda yaxşı bir dəst xəttləri var idi. Onu davam eləməyə yetərli olmadı. Baxırsan ki, komanda büdrəməyə başladı. Has ki daha yaxşı ola bilərdi. Has ki heyətində biraz da futbolçu sayını artırsaydı, bir-iki nəfər də keyfiyyətli futbolçu olsaydı, daha yaxşı yerlər uğrunda oynaya bilərdilər. Karvana gəldikdə, Karvan son çırpınışlarını eləyir. Futbolçuların müsahibələrinə də qulaq asırıq. Deyirlər ki, biz çempionat bitməmiş, bizim düşməyimiz hələ bəlli deyil. Riyazi cəhətdən götürsək şansları var. Səhv eləmirəmsə 10 tur var da. Bəli. 10 tur 30 xal edir riyazi cəhətdən, amma bu qədər də inam yaranmağı, komandada bir heç-heçə ilə inamın yaranmağı məncə gecikiblər. Yəni bunu vaxtında eləməlidirlər. Bugün ona yaxın rəqiblə 8 xal fərqləri var və bu dönəmdə də həmən komandalarda xal qazanır, onlar da yerində dayanıb gözləmir. Düşünürəm ki, yenə həmən sözümdə qalıram, Karvan liqanı tərk edəcək. Sumqayıtda baş verən proseslər maraq doğurur. Baş məşqçi Saşa İliç mətbuat konfransında bildirir ki, rəhbərin təklifi ilə, qərarı ilə akademiyada oynayan futbolçulara daha çox şans verməyə çalışacaq. Amma son iki qarşılaşmada, yəni belə deyək də, outsiderlə qarşılaşmalarda görsənir ki, 6 legioner futbolçu meydana çıxır hər iki oyunda və daimi üzvlərdən olan Səbuhidir, Nihatdır. Bu futbolçular artıq akademiyanın futbolçuları sayılmır. Sumqayıtın əsas heyət üzvləri sayılır. Pərvindən başqa bir akademiya futbolçusu görmədim mən Sumqayıtın heyətində. Yalnız və yalnız o da sonradan meydana daxil olub. Bu akademiya məsələsi nə qədər real görsənir? Yəni həqiqətən Sumqayıt akademiyanın üzvləri ilə çıxış edir. İndi bəlkə bu tur olmadı, gələn turlarda ola bilər. Çünki belə baxsaq, has ki heyət o qədər kifayət eləmir ki, yuxarıdakı pillələrə geçsin, çatsın, has ki konferans zolağına, Avroliqa zolağına düşsün. Əgər belə bir addım atsalar, zaten düşmə ehtimalları yoxdur. Yetərincə xal toplayıblar. Bu gün də öz yetişdirdikləri, akademiyadan yetişdiyi hansısa 1-2 futbolçunu da üzə çıxartmaq şansları olsa, mən əgər qərar elədirsə, belə bir şansları varsa, çempionatı tərk etmək yoxdur da, yəni bunlar çox yetəri xal toplayıblar. Belə bir iş görəcəklərsə mən alqışlayıram. Bax Kamal, Sumqayıtın son iki oyununa baxaq. Kəpəzə məğlubiyyət, Karvan Yevlaxla heç-heçə. Yəni bu komanda bu rəqibləri məğlub etsəydi, artıq 4-cü yerlə xal fərqi olacaqdı 2 ya 3. Yəni belə bir məqamda baş məşqçinin çıxıb belə bir bəhanə eləməsi məncə doğru bir şey deyil. Yəni yerli bir mütəxəssislə də həm Karvana da heç-heçə eləyə bilərdi yerli mütəxəssis. Elə Vaqif Cavadov var idi ötən mövsüm. O həmin baş məşqçi də bu heyətlə 6-lığa, 7-liyə oynayardı. Yəni Saşa İliçi gətiriblər ki, bu heyətlə, bu büdcə ilə, bu komanda ilə Avrokuboklar üçün mübarizə aparsın. Amma bir dövrə qalmış Serbiyalı mütəxəssis deyir ki, akademiyadakı oyunculardan daha çox istifadə edəcəyik. Məncə düşünürəm ki, Saşa İliç artıq indidən elə sağollaşmaq istəyir və bəhanə edir ki, yəni bacarıqsızlığını örtbasdır etməkdən ötürü belə bir qərarın olduğunu bildirir. Rəsmi bir açıqlama yoxdur. Səhv eləmirəmsə mətbuat katibi belə bir saytdan bir açıqlama vermişdi ki, Romalingovla Ninkoviç belə deyək də qırmızı vərəqə cəzalısıdır. 2 futbolçu da zədəlidir. Olan yerinə bu futbolçular oynamalı idi. Yəni hər hansısa bir rəsmi bir məlumat da yoxdur. Burada belədir də məsələ. Bax, indi deyirsən ki, yetərincə təcrübəli məşqçidir.
adlı sanlı məşqçidir, amma məncə o da öz başından bir qərar verməz. Çünki zaten öz kuxnalarının içini, yəni mətbəxlərini onlar bizdən yaxşı bilir və bilirlər ki, yetərincə heyət toplaya bilmədilər. Bugün də konferans zolağına, Avroliqa zolağına düşə bilməyəcəklər və düşə bilmədiyi halda belə bir açıqlama verib, o açıqlamanın məsələn başqa yönləri də ola bilər. Yerli publikanı sakitləşdirmək üçün və yaxud ümumən mən belə düşünərdim ki, fikirlər əgər belə olsa ki, Azərbaycan futboluna xidmət eləmək üçün zaten şansımız qalmayıb, belə bir yöndə addım atırlarsa mən alqışlayaram bunu. Növbəti oyun Şamaxıda keçirildi. Yerli komanda İmişli ilə 0-0 elədi. Yəni bu oyuna baxanda görsənirdi ki, bu komandalar 0-0-a razıdırlar. Oyunun ilk hissəsində Şamaxı üstün performans sərgilədi. İkinci hissənin belə deyək də 70-ci dəqiqəyə qədər də yenə Şamaxı həm futbolçuların fərdi keyfiyyəti hesabına, həm də ki komanda oyunu hesabına nəsə etməyə çalışırdı. Amma son dəqiqələrdə artıq İmişli uzun ötürmələrlə rəqibin müdafiəsini yarmağa çalışırdı. Bir epizod da var idi ki, Almeida dəqiq zərbə vura bilmədi. Vursaydı bəlkə qalib gələcəkdi və oyunda elə görsənir ki, bu oyun 0-0 oyundur. Çox da danışmaqlıq bir şey yoxdur. Nəsə demək istəyirsənmi bu oyun haqqında? Orada zaten Şamaxı oturulmuş bir heyəti var. İmişliyə baxanda, yəni bu komanda oturulmuş, keçən ildən hazır olan bir heyəti var və onlar bu il qarşılarına qoyulan məqsəddən daha yuxarı getdilər. Bəlkə də bəzi oyunlar vardı, hansı ki, orada xallar itirdilər. Orada xallar itirməsələr, bugün 1-2 pillə də yuxarıda ola bilərdilər. İmişli barəsində də yeni qurulmuş komandadır. Mən bəyəndiyim bir komandadır. Ümumən birinci ilə baxanda yəni normal keyfiyyətdə komanda qruplar. Düşünürəm ki, yəni Kəpəzlə arasında olan rəqabət, yəni hansı oynayacaq o play-offu, yəni hər iki komanda istər-istəməz oynadığı halda da aşağıdan gələn komandalarla çempionatda qalmağı bacaracaqlar. Məncə hadisələri qabaqladı, çünki Qəbələ ilə artıq rəqabət var. Qəbələ ilə. Qəbələ də var, çünki Kəpəz keçdi artıq Qəbələni. Yəni o üç komandanın hansı biri orada play-off oynasa zaten qalacaq çempionatda. Çünki oturulmuş bir heyətlər qruplar üçün. Bu komandaların növbəti oyunların belə deyək də yeni mövsüm üçün təlim məşq toplanışı xarakterli hesab etmək olarmı? Yəni bunlar zaten indidən əgər bax bu komandalar gələcəyi düşünürlərsə, ilk növbədə stadionlarını düşünməlidir İmişli. Birinci növbədə meydançasını düşünməlidir. Çünki İmişli cəmaət də futbol istəyir. Və gələcək üçün komandalarını formalaşdırmalıdırlar. Belə bir məlumat saytların birində var idi ki, AFFA-nın qərarı ilə, PFL-in qərarı ilə növbəti mövsümdə Quba Olimpiya kompleksinin stadionda oyunlar oynanılmayacaq. Belə olan məqamda İmişli nə etməlidir? Başqa bir rayondan stadion mu tapmalıdır, yoxsa öz stadionlarını artıq həll etməlidirlər? Həll etmək istəsələr də, yəni İmişlidəki o mərkəzi stadion, hansı ki o MTK-nın vaxtında oynanan o stadion, onun zaten otunu bərpa eləsələr, bilmirəm hansı vəziyyətdə də otu, bərpa eləsə rahat şəkildə öz azarkeşlərin qarşısında oynayır. Məncə yeni stadion tikməkləri bunlara bir ilə başa gəlməyəcək. Bu uzun bir müddət aparacaq. Həmin onun oturacaq yerləri, digər şeylər. Amma ondan ən asan məsələsi geçsinlər, yəqin ki o da İmişlilidir, cəmaət də var orada. Və oradan xahiş eləsinlər və yaxud bilmirəm hansı yöndə də söhbətlərini eləsinlər, komandasını qaytarsınlar İmişliyə. Çempionatın daha maraqlı oyunlarından biri açıq. Gərgin bir mübarizə gözləyirdim, belə olmadı. Qarabağ Araz Naxçıvanı 6-0 hesabı ilə darmadağın etdi. Qarabağda həmin gün hər şey alındı və sanki bir göstərici idi bu, yəni boy göstəricisi idi ki, Qurban Qurbanovun komandası deyirdi ki, yəni hələ heç nə bitməyib, çempionata hələ var və biz çempionluğun əsas namizədlərindən biriyik. Qarabağ zaten sabah oyunda son 12 dəqiqədə göstərdi ki, istədiyim vaxtı mən oyunu istədiyim formada həll edə bilərəm. Yəni bu bunların gücündən bir xəbər verir. Naxçıvan bu oyunda Arazın istədiyi şeylər demək olar ki, meydanda alınmadı. Belə oyunlar olur. Az ki
hansı üsula əl atırsansa meydanda alınmır. Normal bir şeydir. Çünki Qarabağa qarşı istənilən komanda bu hesabları görüb, bu əziyyətləri çəkib. Çünki çox keyfiyyətli bir komandadır. Yenə də mən düşünürəm ki, Qarabağ bu oyunda və sabah hər iki komanda bir-birinə hal-hazırda dişlərini göstərirlər. Yəni qarşıdakı gərgin mübarizənin dişlərini göstərirlər. Oyunçuların fərdi performanslarını da nəzərimdən qaçmadı. Johnny Montiel yenə bütün oyunu ələ almışdı. Bir epizodda da düzdür, o həmin o epizod sabahla oyundaydı. Bu epizodda da Qurban Qurbanov sanki yəni belə deyək də oyunun maestrosu olaraq Johnny Montiel'i artıq qəbul edib, onun üzərində qurur hər şeyi. Onun uzun ötürmələri və ara ötürmələri Qarabağa çox fayda verir. Daha bir diqqət çəkən məqam isə Camilo Duran'ın bu qarşılaşmada dubl eləməsidir. Düzdür, çox cəhd edirdi, qol vurmağa vura bilmirdi. Penaltini verdi ona ki, Qurban Qurbanov meydandan görsəndə özü deyəsən dedi ki, vursun Duran. Ondan sonra da sonda bir qol vurdu. Artıq Çempionlar Liqasındakı performansı Duran da istəyir ki, Premier Liqada da göstərsin və Bombardirlər yarışına qatılmaq istəyir. Onda bu alınacaqmı? 10 tur var. Sizin bir baxında onun öz ölkəsinin millisiyinə də dəvət bu günə qədər heç bir millidə olmayıb və yoxlama görüşlərində iştirak edəcək Kolumbiya millisiyası. Kolumbiya bax indi o oyunlarda da bu göstərdiyi performans daha da bu futbolçu gəldi Qarabağa Azərbaycan çempionatını qazandı. İndən sonra da nələr qazanacaq? Bunun da hamısının səbəbkarı birbaşa Qurbanovun o seçimidir. Onu görməsi, onun komandasına uyğun olması gətirib və burada üzə çıxar. Bəlkə də o öz komandasında qalsaydı bu günə qədər heç Duran'ı tanıyan olmayacaqdı. Hər dəfə danışırıq, bu dəfə də danışmasaq olmaz. Artıq 3-cü oyundur ki, Musa Qurbanlı meydana daxil olur və qol vurur. Qurban Qurbanova yenə mətbuat konfransında oğlu ilə bağlı sual verildi və o da bildirdi ki, bəzi futbolçular var ki, oyuna sonradan daxil olub və komandanı gücləndirməlidirlər və Qarabağın da ən yaxşısı, yəni bu işi yerinə yetirməyə bacaran ən yaxşı futbolçusu elə Musadır ki, çox çalışır, çox əziyyət çəkir və istəyinə də çatır. Musa Qurbanlının bu performansda olması bir balaca da Ayxan Abbasov da sevindirməlidir məncə. Əlbəttə, milli komandanın baş məşqçisini sevindirməyə bilməz. Hər oynayan Azərbaycanlı tutaq ki, hansısa bir oyunda mən düşünürəm ki, ilk öncə heyətə baxır ki, mən hansı Azərbaycanlılar oynayır və hər oynayan Azərbaycanlı və belə yaxşı formada olan yerli futbolçular nəinki Ayxanı bizim hamımızı sevindirir. Zirə Kəpəzlə 2-2 elədi və Avrokuboklar mübarizəsində işini əslində təhlükəyə salmadı, amma yəni daha da yaxşılaşdıra bilərdi mövqeyini. Amma outsiderə məğlub oldu, heç-heçə etdi outsiderlə. Maraqlı qarşılaşma izlədik. 90+6-cı dəqiqədə Kevin Ruan Renato baş zərbəsi ilə komandasını məğlubiyyətdən xilas etdi. Görüş haqqında fikirlərim maraqlıdır. Ümumən yuxarıda götürdüyümüz bu 4 komanda, bunların mən belə düşünürəm ki, yəni has ki son oyunda Turan Neftçini məğlub edəndən sonra bu 4 komanda biraz bu təhlükəli zonadan uzaqlaşırlar. Çünki aşağıdan gələcək komandalara baxanda biz Neftçini böyük ehtimalla görürdük ki, hansısa bir nəsə eləyib gələ bilər. Digərləri də hardasa komandalarda eniş dövrün yaşayırlar. Zirə nə qədər psixoloji gərgin vəziyyətdə, hansı ki Turanla xal mübarizəsində 3-cü yer uğrunda bu vəziyyətdə Kəpəzə belə bir oyunda yəni məğlub da olsa normal qarşılayacaqdım. Çünki çempionatda belə hallar baş verir. Amma necə deyirlər, komandanın xilas edicisi Renato yəni son dəqiqədə qolunu vurdu. Yəni orada bir baş məşqçinin üzündə də görünürdü ki, yəni o bir xala belə nə qədər sevinçliyirlər onlar. Kəpəzlə bağlı, Kəpəz yavaş-yavaş, asta-asta yəni qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə çalışır və məqsəd orada nədir? Bu il komandanı çempionatda saxlamaq, yəni başqa bir məqsəd yoxdur. Və bunun üçün də çalışırlar, baxırsan ki, hədəfə doğru gedirlər. Kəpəzlə bağlı problemlər səngimək bilmir. Hələ də bəzi idarəetmə boşluqları hiss olunur. Bildiyim qədərilə
Veysel Rızayevlə yolları ayıracaqlar. Yəni bu istiqamətdə addımlar atmağı planlaşdırırlar. Bunu bir Azərbaycanlı olaraq yox, peşəkar bir futbolçu kimi dəyərləndirməyi istəyərdim. Belə bir məqamda futbolçu ilə yollar ayrılmalıdırmı, yoxsa bir jest olunmalıdır ki, yəni Kəpəzin futbolçusunun başına başqa cür hadisə də yaşana bilərdi. İnsansızlıq olmayaraq da başqa cür də yaşana bilərdi də, yəni bu hadisə. Onda da mı futbolçuna yollar ayrılmaq istəyiləcəkdi? Bax, belə bir hansısa bir pis hadisə, yəni baş verib Tovuzda, tutaq ki, Deniz Marandiçi, yəni bu intizamsızlıqla bağlı döyüb meydançada olub. Futbolçu 2 ildir futbolsuzdur, amma hər bir şeylə təmin olunur. Çünki meydanda olan bir şeydir. Biraz çətin sualdır. Mən bir futbolçu kimi yox, bir məşqçi kimi hal-hazırda baxıram. Çünki böyük bir intizamsızlıq var orada. Amma onun göndərilməsi məncə bir yüksək bir məbləğdə cərimə oluna bilərdi. Futbolçunu bu durumda ən azından bir Azərbaycanlıdır. Bu durumda zaten bu zərbə alıb. Yox, sən onsuz da bilirsən ki, bu futbolçu intizamsızlığından seçilir. Bu zərbə alıb və növbəti zərbəni sən də ona vurursan. Biz də vursaq, mən cəmiyyətə zaten futbolu bir qoyaq qırağa, cəmiyyətə bir yararlı bir insan olmağına mane ola bilərik. Ona görə də yəni məncə klub çalışmalıdır ki, humanistlik göstərsin, hansısa bir cərimələr qarşılığında futbolçuya yenidən bir şans versin. İnanıram ki, ona bir dərs olar. Belə bir də intizamsızlığa yol verməz. Şükürlər olsun ki, bugün həyatdadır. Ən böyük qazancı odur orada. Yəni o bıçaq elə bir yerindən nahiyəsinə dəyə bilərdi ki, həyatını da itirə bilərdi. Amma klub biraz humanistlik göstərsə, yəni bir gənc Azərbaycanlı, bir gənc yaxşı futbolçudur, pis futbolçu deyil. Bir humanistlik göstərib ona biraz da dəstək olsa, bir hansısa cərimələr qarşılığında məncə pis addım olmaz. Kəpəzlə bağlı maraqlı bir xəbər də var. Sonuncu turu öz meydanlarında keçirə bilərlər. Gəncədə oynaya bilərlər. Belə bir məlumat daxil olub. Bununla bağlı işlər görünür, bununla bağlı hazırlıqlar görünür. O otun vəziyyətindən asılı olacaq. İndi nə qədər yaz gəlsə də, keçən oyun Şamaxı İmişli oyununda qar yağırdı. Sözün həqiqət mənasında Şamaxı stadionunda həm sulu qar yağırdı, həm də doluya çevrildi. İndi havalar pisləşməsə, otun vəziyyəti yaxşı olsa, Kəpəz son oyununu Gəncədə keçirə bilər və bu da sevindirici məqamlardan biridir və bu da komandanın Premyer Liqada qalması istiqamətində yaxşı bir motivasiya ola bilər. Oyunda maraqlı bir hadisə oldu. Kəpəz azarkeşləri də Rəşad Sadıqovu, belə deyək də, sakit olmağa səslədilər ki, yəni Rəşad Sadıqova söz atdılar. O mətbuat konfransında da onunla bağlı sual verildi. O dedi ki, mən eşitməmişəm. Amma bir şey demək istəyirəm ki, Azərbaycan Premyer Liqasında Avrokuboklara mübarizə aparan 4 komandanın, yəni Qarabağ və Sabahı çıxmaq şərtinə digər 4 komandanın içərisində yeganə Azərbaycanlı məşqçi mənəm. Sanki bir yerli publikaya, yəni Azərbaycanlı digər komandaların azarkeşlərinə bir üsyan idi bu. Yox, mən bax belə deyim, nə məsələ idi, nə ilə bağlıdır, bu iki oyunu belə təkrarlanır, bilmirəm. Amma Rəşad Sadıqov Azərbaycan futbolu üçün çox işlər görüb. Rəşad Sadıqov Azərbaycan futbolu üçün bir addır. Həqiqətən də bir böyük bir fiqurdur. Yəni bugün futbolumuzda, yəni o keçmə-keçmi günlərimizdən bu günə gəlib çıxan futbolçularımızdandır və həmişə də futbol üçün çalışıb, komandalarda, hansı ki mən məsələn Zirədə oynadığım vaxt o da futbolçu kimi fəaliyyət göstərirdi Qarabağda, amma daimi nəzarətində, daimi yəni bu Zirə komandası yəni öz böyük dəstəyini göstərdi. Bugün azarkeşlərdə ona qarşı hansısa bir aqressiyanın yaranması nə ilə bağlıdır, bunun səbəbini bilmirəm, amma mən də bir futbolçu olaraq, bir hal-hazırda bir yəni futboldan bir məşqçi kimi kənarda da olsam, mən belə bir şey eləyərdim ki, azarkeşlərimizə də ki, yəni Rəşad Sadıqova biz dəstək olmalıyıq. Ola bilər hansısa bir oyunlarda oyunun aqressiyasından yaranan bir negativ hərəkətlər ola bilər Rəşad tərəfindən, hansısa azarkeş tərəfindən.
Amma biz bunu bir oyuna bağlamayaq, ümumi onun Azərbaycan futbolunda gördüyü işləri biz nəzər salmalıyıq və yaxud şəxslərə bağlamayaq, hansısa bir azarkeşlə fərdi arasında nəsə ola bilər. Biz o şəxslərlə fərdi olan şeyləri ümumi onun gördüyü işlərə kölgə sala bilmərik. Turun ən vacib qarşılaşması Bakıda keçirildi. Neftçi Turan Tovuzla qarşılaşdı və Vermidov Qurbanberdiyev duelində Rusiyalı mütəxəssis qalib gəldi və 1-0 hesabı ilə Turan Tovuz qələbə qazanaraq öz yolunu, öz hədəflərinə çatmaq istiqamətində atdığı addımı daha da yaxşılaşdırdı. Görüşlə bağlı fikirlər verin. Oyunu meydandan izlədim. Ümumən yaxşı mübarizə getdi meydanda. Yəni hər iki komandanın ifasında, yəni həm Neftçi, həm də Turan gərgin mübarizə içində bir oyun keçirdilər. Maraqlı idi. Tribunalarda yəni Neftçi sevərlərlə, Tovuz sevərlərlə demək olar ki, yəni bir 4000, 5000-ə yaxın azarkeş var idi. O da futbola bir gözəllik qatırdı. Turan istədiyinə demək olar ki, öz işlədiyi planlar üzrə yenə də çatdı. Hansı ki, standart vəziyyətdən sonra qayıdan topu ikinci yenə getdi. Küncdən gələn bir topla bir qolunu vurdu. Bu oyun çox önəmli idi. Çünki həm Turan üçün önəmli idi, həm Neftçi üçün önəmli idi. Neftçi üçün önəmli idi ki, hansı ki, o üçlükdə olan komandalara daha yaxınlaşmaq istəyirdi. Və Turan üçün də önəmli idi ki, Neftçini aşağıda saxlasın. Hansı ki, bu mübarizədədirlər bu 4 komanda və onlara yaxınlaşmasına imkan verməsə, o gərginliyi azaltsın. Ümumən yaxşı oyun keçdi. Qol az oldu oyunda, amma yaxşı mübarizə izlədik. Verdubun seçimləri sol cinah müdafiəçisi kimi Luis Ortiz oynayırdı. Sağ cinah müdafiəçisi kimi də Shtogrino oynayırdı. Sonradan düz dəyişikliklər oldu. Çox fərqli və maraqlı bir seçim idi. Bəlkə də cinahlarda sürətli reydlərlə Turan Tovuz müdafiəsi yarmaq istəyirdi. Yəni bir şey ki, bir komanda artıq səhv eləmirəmsə 8 oyundur ki, Sergey Samok belə deyək də clean sheet edir. Yəni qapısında qol görmür. Düzdür, burada heç-heçələr də var. Və sürətli futbolçularla o müdafiəni yarmağa çalışırdı, amma alınmadı. Stabil öz heyətində qalsa, yəni orada konkret müdafiəçilərlə oynasa daha yaxşı olmazdımı? Neftçi mən orada bir şeyə nəzər yetirdim. İlk hissədə, məsəl üçün, Neftçinin sol cinahından sağ ayaqlı futbolçu Luis Ortiz. O götürürdü topu, sürətli reyd eləyib və sağ müdafiəçi qoşulurdu və ona hava ötürmələri verirdi. Bir-iki epizodlarda belə bir ötürmələri oldu. Hansı ki, o ötürmələrdən də yəni o sağ cinah müdafiəçisi yaxşı istifadə edə bilmədi, amma yaxşı ötürmələr vermişdi. Hansı görünürdü ki, bunu işləmişlər bunlar. Amma ümumən Vermidovun seçimlərinə qalanda əlində nə varsa, hal-hazırda kimlər varsa və onlarla bir rotasiya eləyir, bir fikirlərini ortaya qoyur ki, yəni hansından necə oynaya bilərəm. Çünki demək olar ki, burada 80% bunun oyun prinsipinə ola bilər ki, uyğun olmayan bir futbolçulardır. Amma bu məcburiyyət qarşısında pis də başlamamışlar. Yəni, ümumən oyunları götürürəm, yaxşı gəlirdilər. Sadəcə bir yerdə dur. Bir də ki, yəni bir məğlubiyyətlə, bir heç-heçə ilə yenə kütlə şəklində sosial şəbəkələrdə Neftçinin üzərinə gəlirik. Biz Neftçinin qalxmağını istəyiriksə, Neftçinin yaxşı olmağını istəyiriksə, məsəl üçün, bu gün baxırsan ki, o məşqçi orada pis işlər görmür, yaxşı komanda formalaşdırmağa çalışır, gələn daha yaxşı olacaq. Biraz da dəstək olmaq lazımdır. Hər 3 aydan, 5 aydan bir məşqçi dəyişsək və yaxud nəsə bir şey fikir sürsək irəli, orada bir şey olmayacaq. Bir məğlubiyyətə görə də yəqin ki, Vermidovu göndərmək zəif bir qərar olardı, səhv qərar olardı. Amma oyunu təbii ki, uduzdu. Öz meydanında bu oyunda qalib gəlsəydi vəziyyətini daha da yaxşılaşdırırdı. Ümumiyyətlə Şamaxı ilə oyunu da xal itirilməsəydi. Neftçidə bu dəqiqə üçün sadəcə olaraq belə deyək də Neftçini toparlamağa bir nəfər lazımdır. Çünki hakimlərlə bağlı problemlər komandaya psixoloji nə qədər yaxşı futbol oynasalar da komandaya psixoloji təsir edir. AFFA-da bəyanat yaydı. O da bir psixoloji təsir edir. İndi yenə
bir azarkeşlər pankart açıblar. Ona görə AFFA İntisam Komitəsi 15.000 manat komandanı cəzalandırıb. Nə bilim vallahi, yəni orada bir təhqir yoxdur. Yəqin ki, indi izah edəcəklər ki, yəni AFFA-nın işgüzar nüfuzuna zərər verir, amma bu VAR-la bağlı bir poster hazırlamaq, pankart hazırlamaq nə vaxtdan AFFA-nın işgüzar nüfuzuna zərər verir? Mənim üçün çox maraqlıdır bu. Və bu problem görsənir ki, AFFA Neftçi münasibətləri də o qədər yaxşı deyil, amma federasiya bir klubla niyə belə bir mübarizəyə və yaxud da ki, mübahisəyə girsin? Neftçini dəvət edədilər birgə əməkdaşlığa. Neftçi bununla bağlı addım atdı. Barış Şimşəyin köməkçisi var idi, Hakimlər Komitəsinin sədri. Onu götürdülər, hakimlərlə bağlı, yəni oyun idarəçiliyi ilə bağlı mütəxəssis kimi işə götürdülər. Yəni futbolçulara da artıq yeni qaydaları izah edəcək bu şəxs. AFFA-nın təklifine Neftçi müsbət yöndə addım atdı. Ondan sonra gəlib azarkeşlərin etirazına görə klubu 15.000 manat cəzalandırmaq, cərimələmək, artıq bu birgə əməkdaşlıq deyil, birbaşa klubla mübahisə etməkdir. Mən belə başa düşürəm. Turan Tovuzda müsbət məqam yerli futbolçuların oyunudur. Yerli iki futbolçunun daha dəqiq desək, Rəhim Sadıxovla Ayxan Hüseynov yəni həqiqətən oyunu həll etdilər. Çox yaxşı öz aralarında anlaşma da var və bu oyunla Ayxan Abbasov da çətin duruma qoydular. Çünki Ayxan Abbasov mütəmadi olaraq mətbuat konferanslarında bu futbolçularla bağlı suallar verilirdi. Oynasınlar, şans verəcəyik deyirdilər. İndi bu futbolçular oynaya komandanı da Avrokuboklara aparırlar. Heç bir çətin duruma qoymuyor. Daha da Ayxan Abbasov sevinməlidir ki, bax hal-hazırda o iki futbolçu yaxşı formadadılar. Ayxan Abbasov buna sevinməlidir. Başqa cür nə fikirləşə bilər ki, yəni çətin duruma düşsün. Nəinki bunlar. Aleksey, indi bu milli komanda ilə bağlı mövzuya gələcəyik. Orada müzakirə edərik. Mən hələ də fikirləşirəm ki, çətin duruma da salır Ayxan Abbasov bu futbolçuların daha yaxşı performansda olmağı. Çünki orada Aleksey Seyev də sabahda daha yaxşı performans göstərir. Emin Mahmudov da Neftçidə yəni yaxın mövqelərdir bir-birinə. Həm Ayxanın mövqeyi, həm Rəhimin mövqeyi. Biri 10 nömrə kimi oynayır, biri də 8 nömrə kimi oynayır. Zaten üst-üstə qoysan sənin 23 dənə futbolçun yoxdur çempionatda. Onsa çağırırsan, bunları çağırırsan. Hamısını çağıracaq. Bir də Qurban Berdiyev də düzdür, bildirir ki, mən Azərbaycan mediasını oxumuram, ümumiyyətlə Rusiya mediasını da oxumur. Mətbuat konferanslarının birində demişdi, deyəsən klubdan kimsə demişdi ki, bir dəfə futbolçu olanda müsahibə verib və atası yaxşı bir müsahibə olmayıb. Qurban Berdiyevin atası da deyib ki, bundan sonra sən bir də müsahibə vermə. Ondan sonra Qurban Berdiyev ümumiyyətlə heç bir media qurumuna, heç Rusiyanın böyük media qurumlarına müsahibə vermir. Mətbuat konferanslarından birində də mediadakı tənqidlərlə, Ayxan Abbasovun fikirləri ilə bağlı sual verildi. O dedi ki, mən həqiqətən oxumuram. Amma mən hiss edirəm ki, ona klubdan bir məlumatlar verilir ki, yerli futbolçularla bağlı sənə çox baskı var. Həm milliyin baş məşqçisi tərəfindən, həm də ki, ictimaiyyət tərəfindən. O da sanki bunun acığına elə yerli futbolçulara çox önəm verməyə başlayıb və onlarla bir də... Mən o, bax, biraz azdan çoxdan o insanın məsələn izləyirəm, xarakterini bələdəm. Yəni, o hansısa bir baskı altına elə bir şeyə gəlib çatıb ki, o, yəni neçə illərin təcrübəsi. Yəni, o heç bir baskı altına gedəsi. Bəs yaxşı, bu futbolçuların bu qədər yüksək performans sərgiləməsinin səbəbi nə? Sadəcə mövsüm əvvəlində tam başqa Ayxan Hüseynovu gördük. Bugün yaxşı bir formadadılar. Bugün bir baş məşqçisən, sənin əlində olan futbolçuların hansı yaxşı formada olsa, sən onu mütləq şəkildə oynayacaq və has ki son oyunlarda oynadır və bunlardan nəticə alır. Nəticə ola beli, mən bildiyim qədər, Rəhim Sadıxov artıq atıb ehtiyat. Yəni bunlar nəticə verdiyi halda dəyişməz olaraq futbolda belə bir şey var da. Yəni nəticə verdiyi halda bu dəyişməz olaraq qalır. Sabah Qəbələyə futbol dərsi keçdi, 7-1 hesabı ilə başa çatdı. Oyunda o qədər qol vurulub ki, yəni oyun haqqında danışmağa bir səbəb görmürəm. Açıq-aşkar, yəni sanki Premier Liqa klubu 2-ci liqa təmsilçisi ilə oynayırdı. Elə bir nəticə qeydə alındı və hücum xəttində yer alan
yarım müdafiə xəttində yer alan bütün futbolçular Sabahın heyətində qol vurdular. Hətta müdafiəçi Rəhman Daşdəmirov da çoxdan yəni mütəmadi olaraq oynamayan ara sıra meydana daxil olan yerli futbolçu belə qol vurdu. Oyunu maraqlı edən məqamlardan biri Kaxaver Sxadadzinin azarkeşlərə barmaq vasitəsilə hədə qorxu gəlməsidir. Çünki azarkeşlər oyun ərəfəsində Sxadadzini istifaya səsləyirdilər. O həmin ərəfədə reaksiya vermədi, amma oyun qutaran kimi dərhal azarkeşlərə barmaq sirkələdi. Olur belə şeylər olur futbolda. Yəni Kaxaver haqqında bir dəfə danışmışıq, tənqid eləmişik. Cəzalanıb. Yəqin 7 top, yəni elə belə bir şey deyil də. Yəni bir peşəkar bir klubda, yüksək liqada, yəni onu bir baş məşqçi həzm eləməyi, onu sakit şəkildə qəbul eləməyi o qədər də bir sözlə deyil, əsasən bir şey deyil. Yəni belə bir hallar ola bilər. Ola bilər fərdi hansısa bir azarkeşlə və yaxud kimlənsə nəsə ola bilər, amma o təcrübəli insandır. Yəqin ki, belə bir xoşa gəlməz şeylər daha olmaz. Yəni, amma oyuna gəldikdə, yəni elə bir hesabdır ki, burada ümumən çalışmalısan, nəinki futbolçu, məşqçi, ümumən klubun hansısa bir işçisinə bu oyun bitəndən suallarını bir gün sonra versən daha yaxşı olar. Mənə çox maraqlıdır. Mövsümün, yəni ilk dövrənin sonunda Sxadadze 4 oyunluq cəzalandı. Və onun əvəzlədiyi, yəni ehtiyac oyunçular skamyasında Çıxradze. Və Çıxradze'nin dövründə komanda yaxşı oynayırdı, yaxşı qələbə qazanırdı, xallar qazandı. Kaxaver Sxadadze qayıdandan sonra qələbəsi yoxdur. Yox, orada o başqa bir şeylərdir, o amillər. Yəni zaten onun ikisi də eyni hədəf üçün çalışır. İkisi də bir-birini yaxşı tanıyır. Ola bilər ki, oyunçulara mənfi təsir göstərir, danışıqları ilə, hərəkətləri ilə. Yəni... Ola bilər, bax, mən məsələn özümdən götürürəm, adi və uşaq futbolunda. Mən məşqdə olmadan vaxtı, digər məşqçi olduğu vaxtı uşaq biraz özünü daha rahat hiss eləyir, daha yəni belə də necə deyimsə, xoş hiss eləyir. Mən olduğum vaxtı uşaq biraz ciddiləşir. Yəni belə bir hallar olur. Yəni orada köməkçi ilə baş məşqçi arasında zaten köməkçi məşqçi, baş məşqçi həmişə hər şeyi biraz ciddiyyətlə, biraz belə necə deyim sizə, sərt şəkildə deyə bilir, amma köməkçi çalışır ki, onun sərtliyini komanda üzərində yumuşaltsın da. Yəni o qədər komandaya mənfi təsirini göstərməsin. Olur baş məşqçi, çünki hər şeyə cavabdeh oldu. Sabah verilən nəticələr, o birisi, bu birisi, hamısına bu cavabdehdir. Ona görə yəni düşünmürəm ki, yəni bu məşqçiyə görə belə eləyiblər, nə eləyiblər, amma yəni o normal bir şeylərdir. Qəbələ artıq vəziyyətini pisləşdirdi. Artıq 11-ci pillədə qərarlaşıb və play-off oynayacaq. Mən açıq-aşkar düşünürəm. Sən bildirdin ki, hansı komanda oynasa play-offda qalib gələcək. Amma birinci liqanın indiki səviyyəsini nəzərə alsaq və rəqabəti nəzərə alsaq, oradakı büdcələri nəzərə alsaq, Qəbələ və yaxud da Kəpəz məğlub olacaq potensialdadır. Bir oyundur, hər şey ola bilər. Penaltidə, yəni məsəl üçün deyirəm, Mingəçevir gələ bilər, oradan hər şey ola bilər. İndi orada çempionat, Şəfa liderdir, düzdür, gərgin mübarizə gedir. Şəfa ikinci yer ola bilər, Baku Sporting ikinci yer ola bilər, Mingəçevir ola bilər, hətta Səbay ola bilər. O komandalarda çox da şeyləmək lazım deyil, aşağı görmək lazım deyil. Nəyə görə? Çünki adamlar bir qələbə sayəsində Premier Liqaya gələcəklər. Yox, bildim, mən onu başa düşdüm. Bunlar da bir məğlubiyyət sayəsində aşağı gedə bilərlər. Yəni, burada məsələ nədir? Yəni, oradakı komandaların var heyətində təcrübəli futbolçular var. Amma bunların potensialı yoxdur. Bu keyfiyyətli futbolçular tam olaraq orada yetişmir. Yəni, hal-hazırda orada gənclərdən yığılıb, təcrübəlilərdən bir... Kubokda Şəfa ilə Qəbələ oynadı, 1-0 qutardı. Yəni, o bir oyun, iki oyun olur da, məsələn, elə bir şeylər. Amma indi daha yaxşı tanıyırlar bir-birini. Hətta bir oyun da keçiriblər aralarında. Amma mən belə bir söz deyim də sizə, bu Qəbələnin bu sırada olmağını, has ki, buna qabaq, bundan qabaqki oyunlar var. Yəni, mən gözləmirəm onlar o sırada qalsınlar. Yəni... Sabahla Kubok oyuna çox yaxşı oynadılar. 2-0-dan 2-2, sonra 3-3. Disbalans var da, yəni
başa düşmək olmur ki, yəni desən ki, sən deməli oyunçular çox keyfiyyətsizdir, keyfiyyətli oyunçulara transfer olundu. Ya idarə etmədə bir boşluq var, ya baş məşqçinin aşırı yüklənməyi, belə deyək də futbolçulardan öz potensialından daha artıq tələb eləməyi bunlara psixoloji olaraq təsir edir. Bir qarma-qarışıqlıq var. Büdcə desən o qədər pis büdcələri yoxdur. Hətta Maliyyə Nazirliyi açıqlamışdı. Klubun kapitalı səhmləri 40% artıb. Yəni klubun təsisçiləri tərəfindən əlavə büdcə də əlavə verilib ki, bu səhmlər 40% artıb da. Bu rəsmi bir məlumatdır, özümüzdən demirik. Yəni rəsmi olaraq açıqlanmışdı. Hesablama palatası tərəfindən bir açıqlama vermişdi. Yəni dövlət tərəfindən də pul verilir, sponsor tərəfindən də pul verilir. Yəni bu dəqiqə üçün vəziyyətləri Kəpəzdən və yaxud da Şamaxıdan daha yaxşıdır maliyyə baxımından. Futbolçular niyə belə zəif olublar, niyə belə zəif seçilib? Artıq yəni bəzi oyunlar var, elə bir futbol sərgiləyirlər ki, yəni adam belə qalır ki, yəni bu mövqeyi ilə yəni burada olmamalıdır, bu ortalarda olmalıdır hardasa, amma indi bax bu oyuna baxırsan. Bir də rahatlıq da ola bilər də. Yəni düşünürlər ki, yəni sonuncu dövrədə, sonuncu oyunlarda Qəbələ Karvan Yoldağı da Kəpəz. Yox, ora saxlamamalıdır. Elə bir şey yoxdur. Ora saxlasan sən sonuncu dövrə nə baş verəcək? Həmin dövrəyə sənin futbolçuların hamısı sağlam vəziyyətdə olacaq. Nə olacaq? Bunların hamısını fikirləşmək lazımdır. Amma mən düşünürəm ki, növbəti turlardan Qəbələ xalını toplamağa başlayacaq. Çünki qışdan sonra da yeni futbolçular dəvət oldu ora. Aski onlar da tam uyğunlaşsınlar. Qeyri-stabillik var komandada. Bir oyun yaxşı oynayır, iki oyun yaxşı oynayır, üçüncü oyun həmən oyunu sərgiləyə bilmir. Bu komandanın daha yaxşı bir-birini tanımaması, hələ daha yaxşı formalaşmaması deməkdir. Ona görə 1-2 oyundan sonra bunlar daha yaxşı formada olacaqlar və mən düşünürəm ki, sərgilədikləri oyuna baxıb düşünürəm. Yəni öz beynimdən yox, son oyunu çıxmaq şərtindən bunlar bu pillədə qalmayacaqlar. Keçək digər mövzulara. Bilirsən ki, Azərbaycanda 2027-ci ildə dünya çempionatı keçirəcək 20 yaşlardan ibarət futbolçuların həm Azərbaycanda, həm də Özbəkistanda və U20 milli komandasının indidən baş məşqçisi bəlli oldu. AFFA İcra Komitəsinin icrası keçirildi. Portuqaliyalı mütəxəssis Rui Jorge U20 millimizin baş məşqçisi təyin olundu. Tanıyırsan bu şəxsi? Yox. Bir bazı tanıtma verək. 2010-cu ildən Portuqaliyanın U21 komandasının baş məşqçisi olub. 5 dəfə komandanı Avropa çempionatına ilə 5 dəfə də turnir olub. 5-dən də iştirak edib. 2 dəfə Avropa çempionatının, yəni bu yaşlardan ibarət Avropa çempionatının gümüş medalını qazandırıb. Yəni bu sahədə biraz təcrübəli mütəxəssisdir. Bəli, iddialı bir komanda olsan, Azərbaycan milli komandası yox, bu olsa Türkiyə, bu olsa elə Portuqaliya, bu olsa Bolqarıstan, misal üçün də, yəni bu mütəxəssisi təyin eləmək normal görsənir. Amma bu yaş qrupu üzrə Azərbaycan milli komandası yoxdur. Olmayıb da indiyə qədər. Mən bildiyim qədərilə olmayıb. Sırf bu dünya çempionatına görə belə bir komanda formalaşdırırlar. Və kifayət qədər də deyilənlərə görə kifayət qədər də yüksək məbləğ ödəniləcək. Ehtiyac var idimi? Məncə, bax biz öz potensialımızı bilirik. Yaxşı yerə gəldin sən. Biz bilirik. Bizim mətbəximizdə nə var, nə yox. Bunları biz yaxşı bilirik. Və bugün Portuqaliya yox, bugün hansısa bir ölkədən də gətirsək, yəni istəyirsən get dünya çempionu eləmiş məşqçilər də gətir bura. Zaten də gəlib əsas milli. Zaten əsas milli. Nə oldu onun axırı? Yəni nə elədi, nə bizə verdi? Bizdə burada məsələ məşqçi məsələsi deyil. Bizdə məsələ təməl məsələsidir. Hansı ki biz stadionlarımızı, bazalarımızı, hansı ki bu yüksək liqada çıxış edən klubların ilk növbədə heç bunların özlərinin çoxunu oynamağa stadionu yoxdur. Biz bunlardan tələb eləməliyik, bunların hamısının akademiyası, bazası olsun. Hansı ki biz orada onları yetişdirək, gətirək biz o yaş qrupunda futbolçu oynadaq aparaq dünya çempionatında. Yoxsa biz bunları hardan yığıb oynadacaq? Bunlardan bir yüksək liqada oynayan varmı? Pervi liqada, aşağı liqada oynayanlar da ki, yəni o keyfiyyətdə bir futbolçu olmayacaqlar. Mən sual başqa cür verim.
U20 çempionatını, yəni dünya çempionatında iştirak etməkdən ötürü zaten onsuz da biz təşkilatçı komanda olduğumuza görə avtomatik burada iştirak etməyə belə deyək də vəsqəni əldə edirik. Həm Özbəkistan, həm biz. Yəni seçmə mərhələ olmayacaq, sadəcə yoxlama görüşləri falan olacaq. Olmazdımı ki, məsəl üçün Ayxan Abbasov milli komanda, əsas milli komandanın baş məşqçisidir. Ona əlavə yük verilməsin. Verilsin bu Elmar Baxşıyevə, yəni Araz Naxçıvanla, Qəbələ ilə nəticələr əldə edib. Olmazdımı ki, Rəşad Sadıqovdan xahiş olunsun ki, həm Zirəni idarə elə, həm bu komandanı idarə elə. Mən əleyhinəyəm. İki komandanı bir məşqçiyə verməyin. Yəni mən buna ad olaraq misal çəkirəm. Yox, Elmar Baxşıyev bəs. Fərqi yoxdur. Elmar Baxşıyev işləmirsə verə bilər ona. Amma bir məşqçi, iki klub, nə bilim ondan sonra 3 klubda işləyən, millimizdə 3 klubda işləyən məşqçi var idi. Bəli. Hə, yəni bu iş deyil qardaş. Sən bir komandada istəyirsən klubda olsun, istəyirsən milli olsun, har olur olsun. Ya millidə işləsin, ya klubda işləsin. Yəni bir yerdə işləsin. Yəni Azərbaycanda verək bütün 11 dənə klubumuzu, bir dənə məşqçi işləsin də. Orada millini də verək. Bir səhər birinə məşqçi alsın. Günorta 1 saatdan bir də bu ödənişli qruplar var ya, 1 saatdan bir gündə 8 dənə məşq keçirlər, saat 1 saatdan bir. Və verək bir yığışsın hamısını bir yerə məşq keçirək. Olmur axı qardaş. Biz inkişaf eləmək istəyiriksə, millimizin məşqçisi bəlli, klublarımızın məşqçisi bəlli. Amma burada məsələn o aşağı yaş qruplarında məşqçilər var ya, 3 komandada işləyir. Məsələn onlara təklif eləsələr bəlkə onlar götürərdi. Qəbul edərdi. 4-cü kimi onu da götürərdi. Olmasa Rəşad Sadıqov olsun, Arif Əsədov, yəni var da fərqi yoxdur qardaş. Arif müəllim də işləyə bilər, ondan sonra Elmar Baxşıyev də işləyə bilər. Orada sonra kim var? Tərlan Əhmədov da var. Tərlan Əhmədov da var. Ondan sonra Samir Abbasov da var. Samir Abbasov da işləyə bilərdi həmin millidə. Yəni o hansı ki Portuqaliyalı mütəxəssisə CV-si çox yaxşıdır. Yəni baxırsan ki, yəni bu üzrə mütəxəssisləşib. Amma o gələcək hələ bizdə bir il nə qədər müqavilə bağlayıblar? Yəqin ki 2 illik müqavilə bağlayır. Bir il bu tanıyacaq. Bu tanımaq üçün harda baxacaq onlara? Hansı oyunda baxacaq? 19 bu komanda 19 millisindən və 18-dən formalaşmalıdır. Bildim də, yəni bizim 18-19 millilərimiz məsəl üçün çempionatda oynanılan komandalarımız. Gedək tutaq ki 200 komanda var. Orada Sabahdır, Neftçidir. Bir də orada Turan Tovuzdur. Bir 2-3 komanda var ki, hansı ki qalan hamısı formal Qəbələ də yaxşı. Qəbələ də olsun. Yəni bir 3-4 komanda olsun ki, qalan formal şəkildə bu çempionatda iştirak etmək üçün bu şeylər verilib də, yəni bunlar. Yəni biz hardan tapıb gətirəcəyik bunları? Mən yenə də öz fikrimdə qalaram. Mənim fikrim nədir? Yəni bunu hansısa xarici mütəxəssisə verdiyimizə, bax orada bax dediyiniz kimi Tərlan Əhmədovdur, Samir Abbasovdur, Elmardır. Onlara da verilən pulun məncə elə yarı faizinə onlar gəlib orada o işləri görə bilərlər. Həm də daha məsuliyyətli olardı ki, beynəlxalq bugün ayın neçəsidir? Bugün ayın 11-i. 11-i. Mən yazıram ki, itkidir. Ayın 11-i bu verilişə baxarsan 2 il sonra bu itkidir. Belə bir məlumat da var ki, Portuqaliyalı mütəxəssisin Azərbaycana gəlməsinin arxasında başqa səbəblər də var. Onlardan biri bəzi yerli futbolçuları artıq indidən razılaşılıb, məndə olan məlumat üzrə 3 yerli futbolçunu birinin 19 millisində oynayır, biri İmişlidə oynayır, biri də Qarabağda oynayır. Həmin futbolçular Portuqaliyada akademiyaya yönləndirəcəklər və bu mütəxəssis Rui Jorge həmin futbolçuların o komandalarda belə deyək də yerləşdirilməsinə və yaxud da ki çıxışına köməklik edəcək. Hər şey ola bilər. Yəni o adam burada işləyəcək və onun müqabilində biz onun qabağına şərt qoyuruq ki, o futbolçular bizim futbolçuları aparır. Belə deyirsən. Yəni biz başqa bir yöndə bu işləri görə bilmərik ki, məsəl üçün bizim futbolçular çıxsın, getsin ora və yaxud da o menecerlər, hardansa bir yer, təbii ki, Portuqaliyalı mütəxəssis menecerlər də Azərbaycandadır. Elə Rui Jorge-ni Azərbaycana gətirən menecerlər otelinə qədər bilirik. Yəni etiraz, yəni əks bir fikir bildirilməsin. Harda qaldıqlarına qədər bilirik və həmin futbolçulardan birinin adını da bilirik. Kimdir? Biri Qarabağdadır. Biri Qarabağdadır, biri İmişlidədir, biri də ki onu dəqiqləşdirməmişik. Yəni iki futbolçunun dəqiq adını bilirik və ikisində məlumatı var. Bizim bu futbolçular var idi. Hər il 15 nəfər gedirdilər bu şeydə
Asla. Yəni, Onlar Barselona akademiyasında. hardasa bax bilmirəm, ora gedirlər. Millilərə dəvət olunurlar, o Layihəni bildim. dayandırıldı. Bəs o futbolçular hardadılar bax? İndi onların səhv eləmirəmsə O olmalıdır. komanda oynayırlar. Marsetdə oynayırlar. Bəziləri qayıtdı Azərbaycana. Artıq klublarda çıxış edirlər. Millilərə də mütəmadi olaraq dəvət alınırdılar. Hamısı. Bəli, hamısı. Çağırılan da var idi. Demək olar ki 90% çağırılırdı. Keçək əsas millidən danışaq. Bayaqlam söz vermişdik ki, artıq FIFA seriyası oyunları başlamaq üzrədir. 2 həftədən sonra milli fasilə olacaq və indidən Ayxan Abbasov da komandası qarantiləyib. Bütün zikri bildiyim qədərilə milli komandadadır. St. Louis, Sierra Leone və Oman milliləri ilə qarşılaşmalıyıq. Oman millisi ilə bağlı bir balaca problem var. Çünki bilirsiniz də şərqdə olan problemlərlə bağlı, müharibə məsələsi ilə bağlı futbolçular Azərbaycana gəlməyə bilərlər. İndi o vaxta qədər inşallah ki müharibə bitər və heç bir problem olmaz və Oman millisi də Azərbaycana gələr. Mən hələ də düşünürəm ki Ayxan Abbasov çətin durumdadır futbolçuların seçimi ilə bağlı. Yerli futbolçular Premyer Liqada həqiqətən lazım olan yerli futbolçular oynayırlar və bəziləri də yeni oynayan futbolçulara çıxır. Məsəl üçün hücum potensialında Xəyal Əliyev yeni bir hücumçu kimi artıq formalaşıb. Həm solda winger kimi oynaya bilər, həm playmaker kimi də oynaya bilər. Aleksey İsayev artıq mütəmadi olaraq Sabahda oynamağa başlayıb. Rəhim Sadıqov, Ayxan Hüseynov, yəni Emin Mahmudov. Emin Mahmudov mütəmadi olaraq Emin Mahmudov milli kapitandır. Yəni inandırıcı deyil ki, belə bir komandalarla oyunlarda Emin Mahmudov millidən kənarda qala. Qarabağın yerli futbolçuları Elvin Cəfərquliyev, Bədavi Hüseynov Bədavi də artıq oynayır, milliyə çox böyük fayda verə bilər. Biraz Toralın performansında düşüş var. O da ki, millidə onsuz da nə qədər Qarabağda oynaması da milliyə gedəndə həmişə can qoyub. Bəhlul zədəlidir. Məncə yəni bəxti gətirir Ayxan Abbasovun ki, bu qədər nə qədər əksin gözləsək də ki, yerli futbolçular az oynayacaq legioner limiti yığışdırılandan sonra, amma daha da çoxalıb. Elə öz futbolçuları da var. Abdullah Rızayevi mütəmadi olaraq oynadır. Sağ cinahda onsuz da bizim problem vardı. Toralı oynatmağı düşünürdülər. Bəzi mütəxəssislər qeyd edirdi ki, Toral Bayramov sağda müdafiəçi kimi oynaya bilər, amma Abdullah Rızayev düzəlib. Orada bir futbolçu var Şamaxda, Arsen Ağcabəyev. Arsen Ağcabəyev. Yəni çox mütəmadi oynayır. Mütəmadi oynayır, komandanın kapitanlarından biridir. Amma inandırıcı deyil də milliyə çağırılsın. Yox, yəni bilsən necə? O mövqeyində daha yaxşı ola bilər. O cinahda da oynaya bilər məsələn. Yəni o futbolçunu da yəni qeyd etmək lazımdır. Yəni üstündən keçməmək lazımdır. Çünki baxırsan ki, çox yaxşı formadadır. O millidə olub, olmayıb, bu başqa məsələlərdir. Amma bugünkü gündə performansı, bu gün filankəs Məmməd olub millidə 5 il Məmməd olub, amma Məmməd formada deyil, 5 il millidə olduğuna görə çağırmayacaq ki, çempionata baxacaq. Kim formadadır, kim yaxşıdır, indi o baş məşqçinin seçimidir. Niyə görə bunu deyirəm? Bax, məsələn, o vaxtı mənim 33-34 yaşım vardı. Bir gün mənə zəng vurdular ki, bəs milli komandaya çağırırıq səni. Sənədləri gətir. Elə bil mənim evim bax buradadır. Mən də aramda bir evimlə 100 metr məsafə var. Getdim, mən evə tərəf getdim ki, bu pasportu aparım, sənətimi aparım, atım Afya. Evimin qabağına çatanda bir də zəng gəldi mənə. Dedi, bəs belə elə də, səndə Şengen vizası yoxdur. Sən onda gözlə biz başqa adam var. Onu bu dəfə aparaq, sonra gələn səfər səni apararıq. Bu elə bil sənətəri. O gələn səfər, bu gələn səfər. O gələn səfər, bu gələn səfər. Yəni o həmən vaxtda mənim əvəzimə aparılan qapıçı, dostumuzdur, qardaşımızdır. Amma öz komandasında 3-cü qapıçı idi və oyunlara çıxmırdı. Yəni belə hallar olur. Ona görə deyirəm, yəni kim real formadadır, komandaya məsəl üçün xeyir verə bilərsə, onları dəvət etmək lazımdır. Ad olaraq yox. Bu komandalardan səncə real olaraq hansını uda bilərik FIFA seriyasında? St. Louis-mi, Sierra Leone-mi, yoxsa Omanı-mı? Valla bunlar çətin sualdır bunlar. Tanımırsan ümumiyyətlə. Ümumiyyətcə oyunlarına baxmaq, yəni gələk baxasan bunların oyunlarına, görəsən ki, bunlar
necə hansı sistemdə oynayırlar, heyətlərində kimlərdir, necə futbolçular var. Yəni buradan bura durub onlara bağlı qərar vermək. Məsələn, ad olaraq deyərsən ki, bunlarla mən oynamalıyam, amma məsəl üçün adi klublarla yoxlama görüşlərinə Antalyada da falan bir bax o adını çəkdiyiniz ölkələrin bir komandalar gəlir. Onlarla bir yoldaş görüş salırıq. Gedirik, tutaq ki, oyuna çıxa-çıxda baxırsan ki, yəni bir dənə komanda da gəlib. Amma meydana çıxır adamla fiziki elə bir mübarizə aparırlar ki, o bax adını çəkdiyin ölkələr. Bu komandaların hamısının sürət baxımından çox sürətli oyunçular var. Yəni mən onları görmüşəm də, adamla gəlib komandaya qarşı çıxırsan meydana elə bir fiziki mübarizə aparırlar ki, biz onlara texniki mübarizədə yox, biz onlara udursaq sürət və fiziki mübarizədə uduza bilərik. Başqa biz onlara uduza bilmərik. Bu gün bizə çatan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Gələn görüşlərdə. Sağ ol.